1747-ci ildə Nadir Şah Əfşarın ölümündən sonra Azərbaycanın həm cənubunda, həm də şimalında xırda feodal dövlətləri, o vaxtki adı ilə desək, müstəqil xanlıqlar yarandı. Şimalda yaranan feodal dövlətlərindən biri də Bakı xanlığı idi. Xanlığı yaradan şəxs Mirzə Məhəmməd xan idi. O, Nadir Şahın ölümündən sonra Bakı və Abşerondakı nüfuzundan istifadə edərək Əfşar imperiyasının şəhərdəki nümayəndəsini qovaraq özünü Bakı xanı elan etmişdi. Amma buna kimi onun babaları ayrı-ayrı vaxtlarda Şirvanşahlar, Səfəvilər və Əfşarlar dövlətinin tərkibində olmuş Bakı hakimliyini idarə edirdi. Təsadüfi deyil ki, Bakının birinci xanı olan Mirzə Məhəmmədin atası Qulu bəy Dərgah, babası Hüseyn bəy Məhəmməd vaxtilə Bakının hakimi olublar. Elmi mənbələrdə bu sülalənin tarixi barədə o qədər də geniş məlumatlara rast gəlinməsə də, bir sıra tədqiqatçılar hesab edir ki, Bakı xanlarının nəsli Əfşar tayfasındandır. Bu fikirdə olan tarixçilər hətta Abşeron toponimini də Əfşarlara bağlayaraq bu ərazini Əfşaran, yəni Əfşarların yaşadığı yer kimi təqdim edir. Bakı xanlığının ərazisi indiki Abşeron yarımadasını və onun ətrafındakı adaları, həmçinin Qobustan və Mərəzə ərazilərini əhatə edirdi. Bakı xanlığı şimal-qərbdən Quba xanlığı, qərbdən və cənub-qərbdən isə Şirvan xanlığı ilə həmsərhəd idi. Xanlığın şimal, şərq və cənub hissələri Xəzər dənizi ilə əhatə olunurdu. Dövlətin paytaxtı indiki İçəri şəhəri əhatə edən qədim Bakı şəhəri idi. O dövrlərdə İçəri şəhər 2 qat qala divarları ilə əhatə olunurdu. Bakı xanlığının ərazisinə 39 kənd daxil idi. Maşdağa, Qala, Balaxanı, Novxanı, Buzovna və Nardaran Bakı xanlığının ən böyük kəndləri idi. 1796-cı ilin rəsmi məlumatına görə Bakı şəhərində və xanlığa daxil olan kəndlərdə ümumilikdə 1820 ev var idi. Həmin dövrlərdə xanlığın əhalisinin sayı təxminən 10 min nəfərə yaxın olub. İnzibati baxımdan Bakı xanlığı 4 hissəyə bölünmüşdü və hər hissəni xanın təyin etdiyi naib idarə edirdi. Bakı xanlığında əhalinin böyük əksəriyyətini Azərbaycan türkləri təşkil edirdi. Bundan əlavə, xanlıq ərazisində az sayda vaxtilə Sasanilər tərəfindən köçürülmüş İran dilli tatlar yaşayırdı. Bakı xanlığında bütün inzibati, maliyyə, hərbi və məhkəmə hakimiyyəti xanın əlində cəmləşirdi. Digər Azərbaycan xanlıqlarında olduğu kimi Bakı xanlığında da divan vardı. Bütün qərarlar divanda müzakirə olunurdu. Xanlığın əsas gəlirləri neft və digər faydalı qazıntılardan gəlirdi. Bakı hələ qədimlərdən öz nefti ilə məşhur idi. Əsas neft quyuları Balaxanı və Suraxanı kəndlərində və Bibeybət ərazisində idi. Məlumata görə 18-ci əsrin sonlarında Abşeronda 100-dən artıq qara neft və 15-dən artıq ağ neft quyusu var idi. Abşeronda ildə təqribən 240 min pud qara və 8 min pud ağ neft çıxarılırdı. Bakı xanlığında digər mühüm gəlir sahəsi duz hasilatı idi. Həmin dövrlərdə Masazır, Zığ, Qala və Balaxanı göllərindən duz toplanırdı. Duz digər xanlıqlara, hətta Rusiya və İrana ixrac olunurdu. Yalnız Masazır gölündən ildə 150 min pud keyfiyyətli duz əldə olunurdu. Xanlığın bir çox kəndlərində, xüsusən də Bilgəh və Nardaranda dünyada nadir bitki olan zəfəran yetişdirilirdi. İl ərzində xanlıq ərazisində 400-500 puda qədər zəfəran istehsal olunurdu. Xanlığın demək olar ki, bütün kəndlərində üzümlüklər və bağlar vardı. Xanlığın dəniz sahilində yerləşən kəndlərində balıqçılıq mühüm məşğuliyyət sahəsi hesab olunurdu. Həmin dövrlərdə Bakı və onun ətrafındakı kəndlərdə sənətkarlıq inkişaf edirdi. O dövrlərdə xanlıqda toxuculuq, xüsusən də xalçaçılıq çox inkişaf etmişdi. Həmin dövrdə Bülbülə, Əmircan və Suraxanı xalçaları adla sanla tanınırdı. Bakı şəhərində pul zərbxanaları da var idi. Zərgərlik və saxsı qabların istehsalı da durmadan inkişaf edirdi. Bakı liman şəhəri olduğundan günbəgün inkişaf edib böyüyürdü. Bakı xanlığında 1-ci Mirzə Məhəmməd xanın dövründə iqtisadiyyat və ticarət durmadan inkişaf edirdi. 1-ci Mirzə Məhəmməd xan admiral olduğundan Xəzər dənizində gəmiçiliyin inkişafına xüsusi diqqət ayırırdı. Onun dövründə xanlığın ticarət və hərbi donanması mövcud idi. 1-ci Mirzə Məhəmməd xanın oğlu Məlik Məhəmmədin hakimiyyəti dövründə Bakı xanlığı Quba xanlığından asılı vəziyyətə düşdü. Şimali Azərbaycan torpaqlarını Quba xanlığı ətrafında birləşdirmək uğrunda mübarizə aparan Fətəli xan Bakı xanlığını özündən asılı vəziyyətə salmaq məqsədi ilə bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmməd xana ərə vermişdi.
Məlik Məhəmməd xanın vəfatından sonra oğlu 2-ci Mirzə Məhəmməd xan Bakı xanı oldu və bundan sonra Quba xanlığından asılılığa son qoyuldu. Hüseynqulu xanın hakimiyyəti illərində isə Bakı xanlığı özünün yüksəliş dövrünü yaşayırdı. Bu zaman zənginliklər diyarı olan Bakı Çar Rusiyasının hədəfində idi. Şimali Azərbaycan xanlıqları arasındakı ixtilaflar o dövrün feodal dövlətləri hesab olunan xanlıqları zəiflədirdi. Bunu fürsət bilən Rus çarisası 2-ci Yekaterina 1795-ci ilin payızında Bakı xanlığını himayəyə qəbul etmək haqqında qərar qəbul etdi. Bakı xanı Hüseynqulu xan da buna razı idi. Lakin həmin ərəfələrdə Ağaməhəmməd Şah Qacar Şimali Azərbaycanda olduğundan Bakı xanlığının Rusiya himayəsinə keçməsi baş tutmadı. Buna baxmayaraq Rusiyanın yardım etməsinə arxalanan Hüseynqulu xan Ağaməhəmməd Şah Qacara tabe olmaqdan imtina etdi. 1796-cı ilin iyun ayında Rus qoşunları Bakıya yaxınlaşdığı zaman Hüseynqulu xan əvvəlcə müdafiə olunmaq istədi. Lakin Rus qoşunlarının say etibarı ilə çox olduğunu görərək müqavimətin əbəs olduğunu anlayıb general Zubovun Gilgilçaydakı qərargahına getdi və qala qapılarının açarlarını Rus generalına təqdim etdi. Hüseynqulu xanı qəbul edən Zubov ona bahalı xəncər bağışladı. Bundan sonra Rus qoşunları Bakı şəhərinə daxil oldu. Rus hökuməti Bakını öz ordusunun təchizat bazasına çevirmək niyyətində idi. Dərhal Bakı limanının möhkəmləndirilməsinə başlanıldı. 1796-cı ilin noyabrında 2-ci Yekaterinanın vəfatı ilə əlaqədar olaraq Rus qoşunları Azərbaycanı, o cümlədən Bakını tərk etmək məcburiyyətində qaldı. Bununla Bakı xanlığı yenidən müstəqil oldu. 1803-cü ildə Rusiya imperiyası general Pavel Sisyanovun rəhbərliyi altında Azərbaycanı işğal etməyə başladıqda ən önəmli yerlərdən biri də Bakı xanlığı idi. Bakıya kimi Sisyanov Gəncə və Şamaxıda böyük miqyasda qətliamlar törətmişdi. İndi sıra Bakıda idi. Dinc yolla Bakı xanlığını özünə tabe edə bilməyən Sisyanov hərbi qüvvədən istifadə etmək qərarına gəldi. 1805-ci ilin 12 avqustunda Rus eskadrası Bakı buxtasına daxil oldu. 2 gündən sonra Bakı qalası dənizdən, sonra isə qurudan top atəşinə tutuldu. Lakin Bakılılar mərdliklə müdafiə olunurdu. Bakıda müqavimətlə qarşılaşdığından 1805-ci ilin noyabr ayının sonunda Sisyanov özü 1663 nəfər və 10 topdan ibarət qüvvəsi ilə Gəncədən Bakı istiqamətində hərəkət etdi. Sisyanov 1806-cı ilin yanvarın 30-da Bakıya yaxınlaşdı. Artıq Rus qoşunlarının sayı 2 qat artmışdı. Rus qüvvələrinə qarşı açıq mübarizədə duruş gətirməyin mümkünsüzlüyünü anlayan Hüseynqulu xan Sisyanova məktub göndərərək Rusiya hakimiyyətini qəbul etməyə hazır olduğunu bildirdi. Sisyanov xana inanıb şəhərin təslim şərtlərini podpolkovnik Yeristovla xanın yanına göndərdi və Hüseynqulu xan qalanın açarlarını hörmətli şəhər ağsaqqalları vasitəsilə ona verəcəyini bildirdi. Bu müddət ərzində xanla general arasında danışıqlar davam edirdi. 1806-cı ilin 8 fevralında Sisyanov 200 nəfərin müşayiəti ilə qala divarlarından yarım vers məsafədə olan su quyusuna yaxınlaşdı. Buraya gələn Bakı ağsaqqalları qala qapılarının açarlarını və duz çörəyi Sisyanova təqdim edərək göstərdiyi müqavimətə görə xanı bağışlamasını xahiş etdilər. Duz çörəyi qəbul edən Sisyanov açarları qaytarıb onları Hüseynqulu xanın özünün ona təqdim etməsini tələb etdi. Hüseynqulu xan öz əyanlarının müşayiəti ilə qaladan çıxdı və açarları generala təqdim etdi. Bu zaman Sisyanov Hüseynqulu xanı təhqir etdi. Bunu görən xanın qardaşı oğlu Aslan bəy odlu silahla həm general Pavel Sisyanovu, həm də podpolkovnik Yeristovu qətlə yetirdi. Generalın öldürülməsi Rus qoşunları içərisində çaşqınlıq və vahimə yaratdı. Bundan sonra Rus qoşunları əvvəlcə Sarı adasına çəkildi, sonra isə Rusiya imperiyasına qayıtdılar. Rusiyanın Bakını işğal etmək planı baş tutmasa da, Çar 1-ci Pavel sakitləşmək niyyətində deyildi. 1-ci Pavel 1806-cı ilin yayında Bakını tutmaq üçün yeni ekspedisiya qrupu təşkil etmək əmrini verdi. Yolüstü Dərbənd və Qubanı alan Rus qoşunu 1806-cı ilin oktyabrın 3-də Bakıya yaxınlaşdı. Xeyli üstün düşmən qüvvələrinə müqavimətin mümkünsüzlüyünü anlayan Hüseynqulu xan şəhəri tərk edib ailəsi ilə birlikdə Qacarlar dövlətinə sığındı. Beləcə xanlıq başsız qaldı. Kiçik toqquşmaları nəzərə almasaq, Bakı qalası bu dəfə döyüşsüz alındı. Xanlıq ləğv edildi və Bakı komendant tərəfindən idarə olunan əyalətə çevrildi.
1813-cü il Gülüstan müqaviləsinə əsasən Bakı xanlığının Rusiya tərəfindən ilhaqı rəsmiləşdirildi. Sonradan Bakı xanlığını bərpa etmək cəhdləri də uğursuzluqla nəticələndi. 59 illik zəngin dövlətçilik ənənəsi miras qoyan Bakı xanlığı digər Azərbaycan xanlıqları ilə birlikdə bir əsrdən sonra 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin özəyini təşkil edirdi. Həmin ilin 15 sentyabrından Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edildi. Ümid edirəm Bakı xanlığının tarixi ilə bağlı hazırladığım bu videorolik xoşunuza gəldi. Əgər belə videorolikləri davamlı olaraq hazırlamağımı istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.